Hər kəsə salam. Gəlin biz bugün bir neçə dənə sualın izahına baxaq ardıcıl olaraq. Ədədin tərsi ilə ədədin hasilini tapın. Deməli, bu ədədin tərsi dediyi zaman mən deyirəm ki, 1 bölünsün kök altında 5 çıxılsın 2. Vurulsun kök altında 20 çıx 4. İndi burada nə edərik? Biz bu kök altında 20 çıx 4-ün yerinə yazarıq ki, gəl onu qıraqda yazım. Kök altında 20 çıx 4. Bunun yerinə yazaram kök altında 5 vurulsun 4. Çıx 4. 4-dən 2 çıxar. Nəticədə alınar 2 vurulsun kök altında 5 vurulsun 4. Buradan da 2-ni mötərizə xaricinə çıxardaram. Onlar 2 vurulsun. Burada çıx idi. Kök altında 5 çıxılsın 2. Və yazaram. 1 bölünsün kök altında 5 çıxılsın 2 vurulsun. 2 vurulsun kök altında 5 çıx 2. Yəqin ki, aydındır. Burada da bunlar ixtisar gedər. Nəticədə qalar nə? 2A variantı. Yaxşı, keçək növbəti suala. İfadənin qiymətini tapın. Mən ilk öncə burada loqaritma kök altında 2. Onun yerinə yazaram 2-nin üstü 2-də 1. 16-nın da yerinə 2-nin üstü 4. Çıx, loqaritma eyni qaydada 3-ün üstü 2-də 1 və 9-u 3-ün kvadratı kimi yazaram. 3-ün kvadratı. İndi baxaq. Bu 2-də 1 qarşıya keçdiyi zaman, yəni deyək ki, bax, məsələn, loqaritma A əsasdan B-dir, burada da 1C-dir. Bu B qarşıya keçəndə B-də 1 yazılır loqaritma A əsasdan C. İndi mən yazacağım ki, 1 bölünsün 2-də 1. 1-i 2-də 1-ə böləndə cavab eləyəcək 2, düzdürmü? Yazacağım 2 vurulsun. Bu 4 də sürətə keçir. Yəni bu C-nin başında məsələn bir D varsa, bu D bura sürətə keçir. Bu da olur 4. Vurulsun 4. Olur loqaritma 2 əsasdan 2. Çıx. Çıx. Burada da eyni qaydada 2-də 1 qarşıya keçəndə 2 vurulsun. Bu 2 də qarşıya keçəndə sürətə keçirdi. Loqaritma 3 əsasdan 3 də burada oldu. Gəlin buranı belə eləyim. 2 əsasdan 2 1 verir. 3 əsasdan 3 də 1 verir. 2-ni 4-ə vurdum. 8, 1-ə vurdum. 8, 2-ni 2-yə vurdum. 4, 1-ə vurdum. 4. 8-dən 4 çıxdıq. 4 D variantı. 4-lərdən gedirik hələ ki. Yaxşı, indi baxaq. AOD 110. DOS 100. Oxşamır, hə? Niyə oxşamasın? BOS 80 olarsa AOB-ni tap. Sual. Çox asan bir sual oldu, düzdürmü? Deməli, bütün çevrə 360-dır. Bundan çıxırıq 80 üstəgəl 100, üstəgəl 110. Bunun cavabını da siz tapın. Kommentlərdə yazın. Yaxşı, keçək növbəti suala. 15 üstəgəlinsin x bölünsün 4 bərabərdir 5. Bunu niyə köçürtdüm mən də bilmirəm. X bölünsün 4 bərabərdir 15 çıx 5. Yəni 15-in üstə nə gəlsək 5 eləyər. 15 çıx 5 olmadı onda. 5 çıxılsın 15 oldu. Mənfi 10 oldu. Onda x də bərabərdir nəyə? Mənfi 40-a. Hə, deyir 10 vahid böyük olan ədəd tapın. Mənfi 40-ın da üstünə 10 gəlirəm. Mənfi 40. Üstəgəl 10. O da elədi mənfi 30. Y variantı. Keçək növbəti sualımıza. 300 ədədinin sadə vuruğu var. Neçə dənə? 300-ü ayırıram sadə vuruqlarına. 2-yə böldük. 150. 2-yə böldük. Neçə eləyirik? 75. 3-ə böldük. 25. 5-ə böldük. 5. 5 də 5-ə böldük. 1. Neçə sadə vuruğu var? 1, 2, 3, 4, 5. 5 dənə. Sadə böləndə isə, sadə böləndən bunu qarışdırmayın. Sadə bölən deyəndə 2-yə bölünür, 3-ə bölünür və 5-ə bölünür. Neçə sadə ədədə bölünür? Bu 2 ilə bu 2-nin bir fərqi varmı? Yox, eyni şeydir. Yaxşı, ədədi silsilədə S9-u 72 veribdir. A5-i tap. S9-u yazsaq, S9 bərabərdir. A1 üstəgəlinsin. Deməli, A9 bölünsün 2 vurulsun 9 bərabərdir nəyə? 72-yə. İndi mən buradan A1 üstəgəlinsin A9-u taparam ki, 72-ni böldük 9-a. Vurmuşuq 9-a 72 eləyib. 8, 8-ni də vurduq 2-yə. Nə elədi? 16. Və A5 üstəgəlinsin A5. Baxın indekslərinə. 5 üstəgəl 5, 10. 1 üstəgəl 9, 10. Deməli 16. Buradan da A5-i taparam ki, 8-dir. Biz bilirik ki, ədədi silsilədə indeksləri cəmi bərabərdirsə, indekslərinin cəmi
bərabərdirsə, onda hədlərin cəmləri də bir-birinə bərabərdir. Ona görə buradan da bərabərləşdirib 8 tapdıq. Alfa çıxılsın beta 120-dir. Burada bərabərliyi tapmasam belə artıq bilirəm ki, alfa üstəgəl beta da 180-dir. Amma göstərməli olsaq, bura alfadırsa, bir bucaq buraxıram, burada alfadır. Alfa çıxılsın beta da 120-dir. Və tərəf-tərəfə topladıq. 2 alfa bərabərdir 300, alfa bərabərdir 150, beta da 30, düzdürmü? 180-dən çıxarıq 150-ni. Elədir 30. Yaxşı. Funksiyasının təyin oblastını tap. Funksiyanın təyin oblastını tap deyəndə x-in qiymətləri çoxluğudur. Burada mənə mane olan buradır. Yəni, bura nə istəyir alsın da, müsbət sonsuzluqdan mənfi sonsuzluğa. Problem budur. Problemin başı odur. Deməli, 0,7 çıxılsın 1,4x böyükdür, bərabərdir 0 olmalıdır. Məxrəcdə olduğu üçün bərabərdir 0-ı atıram. Böyükdür 0 olur. Və həll edirik. 0,7. Hər tərəfin üzərinə 1,4x əlavə edirik. Alınır böyükdür 1,4x-dən. Hər tərəfi 1,4-ə bölürəm. Buranı da 1,4-ə bölürəm. Buranı da 1,4-ə bölürəm. Burada vergüllər getdi. 2-də 1. Burada da bunlar getdi. X. Deməli, x kiçikdir 2-də 1-dən. X kiçikdir 2-də 1-dən. Yəni, mənfi sonsuzluqdan 2-də 1-ə və yaxud 0,5-ə qədər. Cavabım olacaq bu şəkildə. Növbəti sual. İfadəsinin vuruqları A, ifadəsinin vuruqları isə B çoxluğundadır. A və C-ni tapın. Deməli, mən bax bunu vuruqlarını ayıranda, elə olduğu kimi buradan x kvadratını çıxardaram. Qalar x üstəgəl 2. Buradan da baxıq 9-u çıxartdım. X üstəgəl 2 qaldı. Niyə? Burada çıx idi, mən bura plus yazdım. Çünki qarşıya mənfi keçmiş oldu. Bax, bu mənfi içərdən, mötərizənin içərdəkini müsbətə çevirdi. X üstəgəl 2 də burada ortaqdır. X üstəgəl 2-ni çıxartdım. X kvadratı çıx 9 alındı. X kvadrat çıx 9-u da necə vuruqlarını ayıraram? Burada da var, bax. X çıxılsın 3, x üstəgəlinsin 3. Deməli, burada x üstəgəl 2-dir. C-ni tapdım ki, C 2-dir. İndi bir də A-nı tapmaq lazımdır. Bax, burada bunun vuruqları var. Deməli, x kvadratı üstəgəlinsin mx üstəgəl 10 bərabərdir. X üstəgəlinsin 2, C-nin yerinə 2 yazdım. Və x üstəgəlinsin A. Düşünürəm ki, bax, 2-ni A-ya vuranda 10 verməlidir. Onda oldu 5. Hətta mən buradan m-i də tapa bilərəm. Yaxşı, gəlin m-i siz tapın. M sizin üçün sual. M bərabərdir neçə? A-nı 5 tapdıq. Buradan dedik 2-ni A-ya vuranda 10 eləməlidir. Və A-la C-ni toplamalıyıq. Onda topladıq neçə elədir? Yox, toplamamalıyıq. Sorry. Özümdən çıxartdım. Uydurdum. A-la C-ni tap deyirdi. 5-lə 2. Mən də sizdən m-i soruşuram. M-i siz tapın. Yazın kommentlərdə. Növbəti suala baxaq. Tənliklər sistemində sonsuz sayda həll olduğunu və A üstəgəl m-in 3 olduğunu nəzərə alaraq A, m, b-ni tapın. Deməli, sonsuz sayda həll varsa, A-nın 2-yə nisbəti, m-in 4-ə nisbəti və 5-in b-yə nisbəti bir-birinə bərabərdir. Və mən buradan, bax, bunların çarpaz vursam, alınacaq 4a bərabərdir 2m-ə. Yaxşı, buradan 2-yə bölsəm, 2a bərabərdir m-ə. M-i 2a-ya bərabər aldım. Burada m-in yerinə 2 yazsam, daha doğrusu 2a yazsam, buradan a-nı 1 taparam. A-nı 1 tapandan sonra m bərabərdir 2a, m də olacaq 2. İndi m-in yerinə 2 yazanda 2 bölünsün 4 bərabərdir 5 bölünsün b. Buradan da b-ni təbii ki nə taparıq? 10 taparıq. Deməli, b oldu 10, m oldu 2, a da oldu 1. Növbəti sualın izahına baxaq gəlin indi. Burada deyir ki, köklərin fərqi 6 olarsa. Köklərin fərqi, yəni x1 çıxılsın, x2-ni mənə deyir 6-dır. Mən də buradan nəyi görürəm? x1 üstə gəlinsin, x2 bərabərdir nəyə? 10-a. Buradan bu tənliklər sistemini həll eləsək. 2x1 bunları topladıq 0 verdi. Bərabərdir 16-ya, x1 bərabərdir 8-ə. x2-ni də tapsaq buradan 2 çıxır. İndi q-ni istəyir. Q nədir bəs? x1 vurulsun x2. Yəni 8 vurulsun 2. Bu da mənə nə verir? 16y variantı. Növbəti bir loqaritma sualına baxaq. Burada deyir, tənliyi həll edin. Tənliyi həll etmək üçün mən fikirləşirəm. Baxın, loqaritma 6 əsasdan burada bir y-dir deyək, bərabərdir 0-a. Y nə olsa 0 alınır. Y nə olsa.
Deməli, bu nə deməkdir? 6-nın üstündə 0 bərabərdir y-ə. Yəni orada y bərabərdir 1-ə. O zaman mən deyirəm ki, bax o ifadə loqaritma 4 əsasından loqaritma 2 əsasdan x bərabərdir nəyə? 1-ə. Yine burada loqaritma 4 əsasdan 1 z deyək ora bərabərdir 1-ə. Yəni z bərabərdir 4-ün üstü 1-ə. Buradan da z-i neçə taparıq? 4 taparıq, düzdürmü? Gəlin buranı silim. Buradan yazaq ki, buradan yazaq. Loqaritma 2 əsasdan x bərabərdir 4-ə. Yəni bax bu x olmalıydı da. Onu da biz 4 tapdıq. Yəni 2-nin üstü 4 bərabərdir x. Onda x neçədir? 16, yəni D variantı. Keçən növbəti suala yenə bərabərsizliyin natural həllərinin cəmini tapmalıyıq. Bu bərabərsizliyi də həll etmək üçün hər tərəfə 0,5 əlavə edirəm. Olur 0,8, 0,1x kiçikdir bərabərdir 1,1. Daha sonra hər üçünü 0,1-ə bölürəm. Eləyir 8, x 11. Və 8, 9, 10, 11. Bunların cəmini tapmalıyam. Nə eləyir? Bunu da yazarsınız. Bərabərsizliyin tam həllərinin cəmini tapın. İndi bu bərabərsizlik biraz pisdir. Əvvəl burada məsələn bərabərsizlik yox, bərabərlik formasında verirdilər. Onda da belə də həlli eynidir. Bərabər də olsa, bərabər olmasa da həlli eynidir. Necə həll eləyirəm? 5-də 1-in üstündə 2 x üstü 2 çıxılsın 10'dur. 5'in yerinə, buradakı 5'in yerinə yazaram 5'də 1'in üstündə -1. 5'də 1'in üstü -1 sürətlə məxrəcin yerini dəyişir bax bu mənfi. Yəni ora yazaram 5'də 1'in üstü -1 vurulsun 3x. Bu 3x özündə var da. Neyniyəcəm onu? Yerində qalmalıdır. Və biz fikir verək burada. Əsaslarımız eynidir. Bizim qüvvətlərimiz fərqlidir. Bir də ki, əsasım kəsirdir. Əsas kəsirdir. Əgər əsasda tam ədəd olsaydı, kəsir olmasaydı, tam ədəd olsaydı, onda mən deyərdim x kvadratı çıxılsın 10 böyükdür -3x-dən. Amma əsasımda kəsir var deyə kəsirlərdə işlər tərsinə işləyir. Tərsinə. Ona görə bu formada yazmalıyam. Bunu da özünüz vərəqdə yoxlaya bilərsiniz. Məsələn, 5'də 1'in üstü 0, 5'də 1'in üstü 1, 5'də 1'in üstü 2. Bax bunu ədəd oxunda qurun. Bax bu 3 nöqtəni. Baxın görün hansı böyükdür, hansı kiçikdir. Buradan da x kvadratı çıxılsın 10, üstə gəlinsin 3x kiçikdir 0. İndi fikirləşək də, bax bu belədir. X kvadratı üstə gəlinsin 3x çıxılsın 10, kiçikdir 0. Bunun sıfırlarını tapsaq, bu kvadrat tənliyi sıfıra bərabərləşdirib həll eləsək, x-i nələr taparıq? Vuranda -10, toplayanda -3. -5 ilə 2 olar məncə. Və x-in müsbətdir, müsbət, mənfi, müsbət. Məndən də kiçikdir 0 istəyir. Kiçikdir 0, o da olur -5, 2 aralığı. Cəmini tapın deyir. Deməli, -5'i almır da. -4, -3, toplayırıq bunları. -2, -1 toplanır. Üstə gəl 0, üstə gəl işarəsi, üstə gəl 1. Deməli, bu 1, -1, 0 verdi. -4, -3, -2'ni də topladıq. Cavab elədi -9. Yəqin ki, bunların cavabları var, məndə yoxdur burada. Yaxşı, son olaraq da bu sualımızı həll eləyək. Axırıncı sualdır. Neçə sual həll eləmişik bilmirəm. 15 dəqiqəyə doğru gedirik. Hələ ki 14-cü dəqiqədəyik. Deməli, ABC paralleloqramında görək paralleloqramı necə çəkirəm. Çox qəşəng mənim rəsm xətt qabiliyyətim var. Nə deyirlər ona bilmirəm. ABC, A, B, C, D. Paralleloqramında AD tərəfi 14 və iti bucağı 60'dır. Bura dedim 60. B təpəsindən çəkilmiş hündürlük A tərəfindən başlayaraq B təpəsindən çəkilmiş hündürlük. A təpəsindən başlayaraq 9, 5. Heç oxşamır. Paralleloqramın perimetrini tapın. Yaxşı. Deməli, bura 30'dur. 30. Və orada hündürlük çəkilibsə düz bucaq əmələ gəlir də, düzdürmü? Ora 60'dır, bura 9'dur. Bax, 30'un qabağı 9'dursa, onda bura neçədir? 9'un 2 qatı 18. Onda burada 18'dir. Bunda 14 olduğunu demişdi də. Burada 14'dür. Perimetr nə olacaq onda? 14 üstə gəl 18 vurulsun 2.
Bunun cavabını da siz deyin. Hələlik görüşərik. 15 dəqiqədə yekunlaşdırdıq videomuzu. Neçə sual oldu? Siz deyirsiniz onu da. Hər şeyi siz deyirsiniz.